Ekranı yəqin ki, görə bilirsiniz. Görə bilməsəz, zəhmət olmasa səsi açıb bildirərsiniz mənə nəsə bir problem olsa. Deməli, bugün ilk olaraq rəqəmsal huni müştəri səyahətinin elmi və satışının strukturlaşdırılması barədə məlumat verəcəyik. İlk olaraq rəqəmsal huni nədir? O barədə məlumat verim. Rəqəmsal huni izləyicidən, yəni bir izləyicidən real alıcıya qədər ki olan prosesdir. Yəni sizin səhifənizi izləyən ixtiyari bir insanın sizin müştərivizə çevrilmə mərhələsidir. Rəqəmsal marketinq və onlayn satış dünyasında bu uğur təsadüflərə baxmır. Yəni biz paylaşımlar eləyək, bu paylaşımları qeyri-ixtiyari eləyək, heç bir planlı çərçivədə eləməyək və bizə adi bir yoldan keçən şəxs gəlib bizim izləyicimiz olsun, bizdən məhsulumuzu alsın, elə proses ilərləmir. Biz ilk olaraq məqsədli şəkildə rəqəmsal huninin mərhələlərini həyata keçirməliyik. İlk olaraq huninin yuxarı hissəsi tofu deyilən xəbərdarlıq və tanışlıq hissəsi var ki, o barədə məlumat verəcəm sizə. Bu mərhələdə hədəf kütlə sizi və ya məhsulunuzu tanımır. Onlar sadəcə öz problemlərinin həllini axtarırlar və ya sosial mediada sadəcə gəzirlər, ya bir sual axtarırlar, ya da sadəcə izləyici kimi sosial mediada videolara baxırlar. Tofunun əsas məqsədi satmaq deyil, diqqət cəlb etmək və görünən olmaqdır. Hətta meta reklamlarında da belə bir növ var ki, sadəcə ilk olaraq izləyicinin qarşısına çıxırsınız. Orada metanın məqsədi satış eləmək olmur. Bu da elə bir şeydir. İlk olaraq istifadəçinin psixologiyasını dərk eləyirik ki, burada istifadəçi bu kimdir, bu brend nə ilə məşğul olur, bu videonun qarşıma niyə çıxıb, ya da mənə nə xeyri var kimi düşüncələr olur. Bizim məqsədimiz isə maksimum dərəcədə doğru hədəf kütləsinə çatmaq və brendin varlığını elan etməkdir. Tofunun da özünə görə, yəni tanışlığın da özünə görə tətbiq olunan alətlər və kontent var. İlk olaraq bunlar təbii ki bizim də bildiyimiz elmi, yəni məlumatlandırıcı və əyləncəli Reels, TikTok videolarıdır. Burada geniş kütlənin qarşısına çıxmaq üçün algoritmlərin sevdiyi dinamik vizual videolar olmalıdır. Burada birbaşa məndən al demirsiniz. Məsələn, geyim satırsınızsa, bədən tipinizə görə düzgün kombin seçməyin 3 qaydası adlı bir video hazırlayırsınız. Burada məqsəd həmin şəxslərə sizin həqiqətən də öz işinizin peşəkarı olduğunu, sadəcə məhsul ya da geyim satmadığınızı, satdığınız geyimin də hansı müştəridə necə yaraşacağını və ya necə uyğun olacağını bildiyinizin məlumatını ötürürsünüz. Hədəfli reklamlar, bura targeting deyilir. Burada demoqrafik və maraq dairələrinə görə soyuq auditoriyanın qarşısına çıxmaqdır. Yəni ümumiyyətlə heç indiyə qədər sizin səhifənizi görməyən, sizin səhifənizdə baxışı olmayan, bəyənməyən, yorum yazmayan insanların qarşısına çıxıb, o insanları cəlb edib sizin müştərivizə çevirməkdir. Elə müştərilərə soyuq müştərilər deyilir. İkinci hissədə huninin orta hissəsi MOF deyilir. Bura maraq və arzunun yaradılmasıdır. Yəni etibara doğru gedən mərhələdir. Auditoriya artıq sizi tanıyır. Amma səhifəni izləyir və ya veb saytınıza da daxil olmur və ya daxil olur. Amma burada sizdən məhsul hələ almır. Sadəcə isti auditoriyaya çevrilmə mərhələsidir ki, həmin adamın marağındasınız. Burada əsas məsələ o insana güvən və etibarı qazanmaqdır ki, sizin alıcınıza çevirsin. İstifadəçinin burada psixologiyası bu olur ki, bəli, bu brend mənə maraqlıdır, bu brenddə də mən öz ehtiyacımı həll eləyəcəm ya da problemimi həll eləyəcəm. Amma görəsən təklif etdikləri həll yolu mənə uyğundur. Bu uyğundur da nə demək? Yəni maddi cəhətdən uyğundurmu, əlverişlidirmi, rahat çatdırılması varmı, rahat şəkildə həmin məhsulu mən əldə eləyə biləcəmmi kimi suallardır. Sizin məqsədiniz isə həmin izləyicini xidmət məhsul alıcısına keçid etməyə hazırlamaqdır. Onlardan belə deyim, kontakt məlumatlarını almaqdır. Məsələn, sizə bir nümunə çəkim. Mənim öz işlədiyim, daha doğrusu
mənzil satışlarının həyata keçirildiyi şirkətdə Bacıs Real Estate-də. Orada biz müştərilər bizə yazanda mən müştəri xidmətlərinə nəzarət eləyirəm. Orada müştərilər bizə yazanda biz müştəriyə dərhal istədiyi cavabı mesajlaşma üzərindən, Instagram mesajlaşması üzərindən vermirik. İlk olaraq müştərinin ehtiyaclarını öyrənirik. Neçə otaqlı istəyir, hansı ərazidə istəyir, təmirli, təmirsiz istəyir kimi sualların cavabını alıb, sonra onlara deyirik ki, bizdə təkliflər çoxdur, sizə təklifləri göndərə bilməyimiz üçün zəhmət olmasa bizə əlaqə nömrəsi paylaşın. Artıq o müştəri, siz ona sual vermədən nömrəsini istəsəydiniz, o müştəri itmişdi. Və sizlə əlaqəni kəsmişsiniz. Çünki heç bir insan dərhal nömrəsini kiməsə vermək istəməz. Amma suallar verdikcə həmin insana qarşı siz güvən yaradırsınız ki, bu işinin peşəkarıdır, mənim problemimin həlli də onda ola bilər. İkincidə, MOFU mərhələsində tətbiq olunacaq alətlər və kontentlər var. Qarmaq təklifi. Qarmaq təklifi nədir? İstifadəçi ilə tamamilə pulsuz, lakin çox dəyərli bir rəqəmsal məhsulu təklif edirsiniz. Məsələn, pulsuz e-kitab, mini təlim və ya 10%lik endirim kuponu. İndi sizin sahəvizə uyğun hansıdırsa, onu tətbiq edirsiniz. Testlər və müştəri rəyləri. Testlər ola bilər ki, necə olar? Bunu hekayələşdirə bilərsiniz. Bir müştəri sizə yazar ki, mənə təcili, məsələn, deyək, tort biznesindən. Mənə təcili sabaha 1 kiloqramlıq 5 nəfərlik tort lazımdır. Ondan sonra da siz dərhal o tortu həmin insana hazırlayıb göndərirsiniz və o insanın rəyi. O mesajlaşma hissəsini səhifədə paylaşa bilərsiniz. Və vacib deyil ki, tam mesajlaşmanı əvvəldən axıra qədər paylaşasınız. Müştərinin o məmnuniyyətini, onun problemini qısa müddətdə həll elədiyiniz o nüansı səhifədə paylaşıb, müştərilərin etibarını qazana, digər izləyicilərin etibarını qazana bilərsiniz. Canlı yayımlar və webinarlar. Bunu bir dənə anlayın ki, müştəri qabağında real insan istəyir. Yəni, kontakta keçə bildiyi, əlaqə saxlaya bildiyi, güvənə bildiyi bir insan istəyir. Onun üçün canlı yayımlar və webinarlar təşkil edə bilərsiniz. İndi sizin brendiniz hansına əlverişlidirsə. Məsələn, tortdan nümunə çəkim, tortdan davam edeyim. Tort səhifəmizi biraz böyüdəndən sonra vacib deyil üzümüzün düşməyi. İnsanlar deyir ki, mən üzümün düşməyini istəmirəm. Əlinizin çəkdiyiniz canlı yayımda hansısa bir tortu hazırlayırsınızsa, sizin o gördüyünüz mərhələni danışaraq səsli formada nələr eləyirsiniz, hansı tort növündə, hansı məhsuldan istifadə eləyirsiniz kimi hissələrini danışa bilərsiniz. Və bu da müştəridə avtomatik olaraq güvən yaradır. Ən azından diqqət cəlb eləyir, sual verir, qiymət öyrənir, ağlında bir alternativ yaranır. İkinci olaraq, Huninin aşağı hissəsi bu qərar və hərəkət, BOF deməkdir. Qərar və hərəkət artıq satışa doğru gedir. Burada Huninin ən dar və ən kritik hissəsidir. Çünki çox vaxt o MOF hissəsi dediyimi sizə, məsələn, müştəri maraqlanır, müəyyən edir, bundan əvvəlki. Buradan sonra satışa keçmək çox risklidir. 50-50 olur. Elə olur ki, bir saat müştəri ilə danışırsan, razı da salırsan. Deyir, yox, qoy gedim, sabah sizə geri dönüş eləyərəm, o itən itdi. Tapa bilmirsən o adamı. Bu da elə bir mərhələdir. Burada bu mərhələyə gəlib çıxan müştəri artıq satışa doğru gedirsə, o artıq sizin isti müştərimizə çevrilir. O insan sizdən satış da eləyəcək, o insan sizi aldığı məhsulu gedib başqasına məsləhət eləyib, o adamdan sizdən, daha doğrusu, o adamları cəlb eləyəcək sizə, dilim dolaşdı. Burada istifadəçinin psixologiyası bilirsiniz mi olur? Dediyimə gözlüyür. Deyir ki, mən bu məhsulu almalıyam, amma qiymət mənə uyğundurmu? İndi alsam peşman olaram, bəlkə biraz gözlüyüm. Bu adətən böyük mülk alan şəxslər çox eləyir bunu. Hər detalına qədər öyrənir. Hətta düşünürsən ki, bu dəqiqə müqavilə imzalayacaq. Deyir, yox, qoy fikirləşim. Çünki adamın çox böyük pulu çıxır. Ona görə deyir ki, yox da, qoy düşünüm, bəlkə mənə daha yaxşı təkliflərdə daha az pulumun çıxacağı nüanslar olacaq. Amma sən o insana başa salmalısan ki, o insanın şübhəsi mənasızdır. Çünki sənin ona verdiyin xidmət başqa yerdə bu qiymətə o xidməti ala bilməyəcək.
Yəni başqa yerdə o gedəcək ucuz alacaq, ya keyfiyyətsiz alacaq, ya o məhsulu bir müddətdən sonra istifadə eləyəcək, o dəyərini itirəcək. Kimi nüansları ona çatdırmalısan. Həmin bu mərhələdə, yəni son mərhələdə tətbiq olunan bəzi xırda nüanslar var. Bunu istəyirsiniz özünüzdə qeyd eləyin. Burada məhdud zaman və təciliyyat hissidir. Düzdür, buna hər biznesə tətbiq eləmək olmur, amma 80-90% biznesə bunu yoxlamaq olur. Burada nə edirsiniz? Məsələn, endirimli məhsulun bitməyinə son 3 gün qalıb. Kimin mesajı həm öz səhifənizdə, həm də sizdən maraqlanan şəxslər var, onları yarımçıq qoymayın. Yəni okey, maraqlandı, öyrəndi, istəmədi. O istəmədi, o maraqlanıbsa, deməli istəyə bilər. O insana o mesajı göndərin. Məsələn, biz özünüz də təsadüf eləyərsiniz. Bir kursu maraqlanırıq. Kursun qiyməti baha olur. Mənə şəxsən bu gün başıma gəlmişdi. Mən bir ay bundan əvvəl Canva kursunu maraqlanmışdım. O kursun qiyməti mənə uyğun gəlməmişdi. Bu gün yazıblar ki, endirimli yerlərdən son 3 dənə qalıb. Bu təklifi istifadə edərsinizmi? Kimi. Elə son məhdudiyyətləri göstərməlisiniz. Zəmanətlər. Zəmanət də müştəri əgər sizə küllü miqdarda bir pul ödəyirsə, ümumiyyətlə pul ödəyirsə, bunun böyük kiçiyi yoxdur da. İnsan pulunu ödəyəndə onun bəhrəsini görmək istəyir. Ona zəmanət verirsiniz ki, əgər məhsuldan razı qalmazsa, sizin ödənişiniz geri qayıdacaq və ya sizə pulsuz çatdırılma olacaq. Bu alıcının çiynindən bir yükün almaqdır. Onu rahatladırsınız. Ki, mən sənin pulunu da qaytaracağam və ya mən sənə bu məhsulu satıram, amma çatdırılma mənli olacaq. Sən əziyyət çəkməyəcəksən, qapıva gətirəcəm. İkinci hissədə yenidən hədəfləmə reklamlarıdır. Burada sizin, məsəl üçün, dedim yenidən sizdən soruşdular, amma o satışı eləmədilər də. Həmin insanların qarşısına sizin reklamlarınızın çıxacağı formada yenə eyni tipli reklamlar ya da eyni tipli paylaşımlar eləməkdir. Bunu story'də paylaşmaqdır, reels formasında paylaşmaqdır. Yəni, belə deyim, aktiv olmaq lazımdır ki, həmin insan qabağına təkrar çıxsın. Huninin ən son arxası, yəni loyallıq və brend səfirləri. Burada nə olur? Burada siz bir müştəri ilə satış eləyəndən sonra o müştərini unudursunuz. Amma bu düzgün bir şey deyil. Çünki artıq o sizin real müştərinizə çevrilibsə, ondan bayaq da dedim də, sizə nə qədər qapı açılır. Ona görə müəyyən bayram günləri ola bilər, yenə deyirəm, endirimlər ola bilər, xüsusi təkliflər ola bilər. O müştəriyə göndərin, almasa belə göndərin. Qoy bilsin ki, bu insanın mən diqqətindəyəm. Deməli, bu Huni mərhələsindən bu qədər. Bundan biraz çox danışdıq, çünki geniş mövzuydu. İkinci hissə dəyər və satış. Fayda nədir? Bayaqdan biz faydadan danışırıq. Müştəri bizdən fayda almaq istəyir. Ki, mən sənə pul ödəyirəm, o pulumun həqiqətən mənə problemimi həll eləyirsənmi? Əslində, burada problem yox. Problemdən daha detallı məsələlər var. Onu indi deyəcəm sizə. Burada məsələ, məsəl üçün, diqqət eləmişsinizsə, siz müştəriyə 10 manat deyirsiniz, müştəri gedir 50 manat olan yerdən alır. Çünki müştəriyə qiymət önəmli deyil. Əgər alacaqsa o insan ona pul xərcləyəcəksə zaten alacaq. O 10 manatı da verməyə hazırdır, 100 manatı da verməyə hazırdır. Sadəcə o insana siz çatdırmalısınız ki, sizin məhsulunuz dəyərlidir. Yəni, sən mənə o 10 manatı tutaq ki, verəcəksən, amma sən 10 manatın qabağında da dəyərli məhsul əldə edəcəksən. Qiymət müştərinin cibindən çıxan rəqəmdir. Dəyər müştərinin o rəqəm müqabilində qazandığı faydadır, emosiyadır, statusdur, özünü xoşbəxt hiss eləməkdir, o hissdir. Yəni, hissi satmalısan. İndi mən sizə nümunə göstərim, siz başa düşəcəksiniz. Məsələn, əl işi eləyən, əl işli keramika fincan hazırlayan yerlər var da, hal-hazırda da aktualdır. O insanlar öz reklamlarını və öz məhsullarını tanıdanda desələr ki, 250 ml həcmində cildən hazırlanmış fincan. Bu artıq insanın gördüyü işdir, o duluztulluqdur. Amma adama lazım deyil axı. Yəni, özünüzü həmin adamın yerinə qoyun. Sizə belə bir reklam çıxsa qabağınıza, dərhal keçərsiniz, heç maraqlı olmaz. Amma deyilsə ki,
Səhər qəhvənizi içərkən sülh və estetika hissi bəxş edən unikal sənət əsəri. Bu artıq ruhun təzahürü olur. Adamın ruhuna siz xitab eləyirsiniz. İkinci məsələ. Qiymət müqavimətini dəyər ilə necə qıyırmaq olar? Məsələn, müştəri deyir ki, bu çox bahadır. İndi qabaqda satış skriptləri haqqında da məlumat verəcəm, amma ümumi üstündən keçim. Bu çox bahadır. Əslində o sizə bildirmək istəyir ki, mən hələ bu məhsulun mənim həyatımda nəyi dəyişəcəyini tam anlamamışam. Qiymət etirazını aradan qaldırmaq üçün isə 3 dənə strategiya var ki, onları tətbiq edə bilərsiniz. Dəyəri parçalayın. Bunu onlayn kurslar, əyani kurslar, hələ mənim özüm də elədiyim ən gözəl texnikadır. Necə? Məsələn, tutaq ki, 400 manatlıq bir kurs verirsiniz. Müştərinin bu 400 manatlıq kursda olur bir ay yarımda. Müştəri deyir, mən bir ay yarım o pulu niyə verim? Amma adama başa salırsan ki, sən bu bir ay yarıma böləndə sənin məsələn 2 aylıq, 3 aylıq heç qəhvə pulum eləmir. Kofe pulun eləmir. Günə 1 manat düşür. Desən, mən təqribi dedim də, riyaziyyatda yanlış hesablamış ola bilərəm. Ümumi deyirəm. Desən, bu adam düşünəcək ki, hədə düz deyir. Mən onsuz bu pulu xərcləyirəm. Qoy faydalı bir şeyə xərcləyim. Və nə olur? Yenə fayda olur. Yəni, məsələnin kökündə yenə fayda var. İtirmək qorxusu. Bu itirmək qorxusu həmin sizin məhsulunuzun dəyərinə dəyər qatır. Necə? Müştəriyə sizin məhsulunuzu almamağı, ona nə qədər baha başa gələcəyini izah edin. Məsələn, sən bugün bu 400 manatından keçmirsən, gələcəkdə sənin qazanacağın 2000-3000 manata mı itirirsən? Bunu da adətən metada reklam verəndə targetinglər eləyir. Düşün, metada reklam büdcə gedir də. Yəni çünki sən o səhifəyə reklam verirsən, amma o büdcənin qarşılığında həqiqətən də çox yaxşı müştərilər qazanırsan. Mən keçən ay bir dənə tort səhifəsinə reklam vermişdim. Bu ay heç reklam verməmişdim və keçən ay 50 manatlıq bir reklam vermişdim. Mən sınamaq məqsədilə. Keçən aydakı müştəri bu ayın əvvəli aldı ki, mən sizə demişdim, mənim sifarişimi hazırlayın da ayın 7-sinə. Və yəni gözləmədən olmuşdu. Mənə zəng elədi, xanım dedi ki, belə olub da. Yəni sadəcə keçən ay verdiyimiz 50 manatlıqdan mən bu ayda qazanc əldə elədim kimi. Həmin adama deyirsiniz ki, məsələn, sən bu məhsulu indi almasan, gələcəkdə məndən almadığını gedib başqasından alıb o pulu da itirəcəksən. Məhsulun keyfiyyətini önə gətir. Paketi zənginləşdir. Məsələn, insanlar pulsuz xidmətdən ötürü ürəkləri gedir. Əsas odur, pulsuz xidmət olsun, mən faydalanım. Burada nə edirsiniz? Məsələn, həmin insanın təklif edirsən ki, əsas məhsul alırsan, mən sənə eksklüziv video təlimatı göndərirəm. İndi məsələn, hansısa sahə, SMM-lik sahəsində də bu daha çox olur. İndi siz özünüzə görə eləyin, özünüzə görə uyğunlaşdırın. Və 1 illik dəstək zəmanəti bu kurslarda olur. Fərdi təlim alan şəxslərə verilən bir zəmanətdir. Və ya çatdırılma xidmətini deyirsiniz və həmin adama paketi zənginləşir. Müştəri düşünür ki, hədə mən bu pulu verirəm, amma gör nə qədər imkanlarım var. Amma əslində, yəni normal imkanlardır, çox da sizi çətinə salacaq imkanlar deyil. Yəni, uzun sözün qısası, əsas məsələ biz həmin dəyəri müştərinin gözündə faydalı eləməliyik. Üçüncü hissə. Storytelling, fakt və hekayə. Bayaq da dedim, fakt dediyi ki, qab belə hazırlanıb. Da məsələn, o qabın hazırlanması ya da o qabın hazırlanma prosesi faktdır. İnsanın beynindən fakt itir. Amma həmin o faktı hekayələşdirirsən, müştəri daha cəlb eləyir. Və müştəriyi cəlb eləyəndə həmin o hekayəyə reaksiya verir. Məsələn, hekayə zamanı həmin o insan beynində neyrokimyəvi maddə ifraz olunur. Dopamin. İndi dopamin üçün insanların eləmədiyi heç nə yoxdur. Həmin o dopamindən biz istifadə eləməliyik ki, potensialı müştərinin diqqətini möhkəm saxlasın və brendinizi yadda qalan eləyin.
Üçüncü olaraq yaxşı əhval, endofrin var. Hekayənin daxilindəki yumor, vizual estetika və ya rahatlıq gətirən sonluq müştəridə müsbət emosiyalar yaradır və bu müsbət hissi birbaşa sizin məhsulunuzla əlaqələndirir. Məsələn, belə deyim, premium əmlaklara fikir vermisiniz, Sibiriz ərazisi olsun, Ağşəhər ərazisi olsun. Orada insanlara daha çox investisiyadan daha çox, rahat dənizlə 0 metrə məsafə, ondan sonra sizin özünüzə məxsus icazəniz olmadan girişin olmaması, məsələn, premium evlər, binalarda ancaq həmin o evlərdə qalan şəxslər girə bilər. Bir də onların icazə verdiyi şəxslər. Özlərinə xüsusi qolbaqlar olur. Məsələn, onlara həmin insan fikirləşir ki, hədə dəyərliyəm, mən bu pulumun qarşılığında gör mənə necə fürsətlər yaranır. Biznes hekayənizin ən əsası qəhrəmanın səyahəti. Bu nə deməkdir? Siz müştəriyə onlayn formada, yəni reelslə, vloqla, e-maillə öz hekayənizi danışırsınız. Yenə də deyirəm, burada vacib deyil sizin görünüşünüz. Bu biznesi necə qurmusunuz, məqsədiniz nədir? Bir az keçdikdən sonra çətinlikləriniz nələr olubdur? O çətinliklərə rəğmən əl çəkməməyiniz. Yəni başınıza gələnləri həqiqətən də hekayə qismindədir. İnsanın həyatı zaten hekayə qismindədir. O hekayə qismini sosial şəbəkəyə yansıtmaqdır. Çünki müştəri canlı faktor görmək istəyir. Özündən bir parça axtarır hər yerdə. Ki, mənim kimidir, mən də bu problemlə üzləşmişəm. Bu problemin həlli deməli bu adam yaşayıb, indi onu həll eləyə bilir, qoy ona müraciət eləyim. Kimi nüanslar olur və buna diqqət eləməliyik. Kiçik bizneslər üçün indi sizə 3 əsas hekayə növünü deyəcəm. Birini dedin. İkinci olaraq mən kimə və bu işə niyə başladım? Məsələn, elə insanlar var ki, elə insanların uğur hekayələri var ki, tutaq ki, 300-400 manatlıq aylıq maaşı işdə işləyir, o biznesi qurur, o biznes sayəsində aya 4000-5000 manat pul qazanır. Təbii ki, bu sıradan sonraki mərhələlərdir, amma öz hekayənizi yarada bilərsiniz. Yəni, öz hekayənizi, öz düşüncələrinizi hekayələşdirə bilərsiniz. Yenə də deyirəm, uğursuzluqdan zəfərə bu elə mən dediyim kimi müştəri hekayəsi, pərdə arxası və yaradılış hekayələri. Məsələn, insanlar düşünür ki, bütün proseslər asaddır. Yəni, hər şey bir dənə arzulamaqla baş verir. Amma siz onu izah edirsiniz ki, mən bu çətinliklərdən keçdim, biznesimi quranda, nə bilim, xammal ala bilmədim, pulum çatmadı. İndi hansı problemlə üzləşmisiniz də, hər biznesin özünə xas problemlər var. Onları həmin şəxsə bildirirsiniz. Sizin o qurduğunuz hekayəni də satış səhifənizdə vizuallaşdırırsınız. Yəni, videonu hazırladım. Videoda çalışın ki, sizin hekayənizə uyğun arxa fon musiqilər olsun. O musiqilər var. ChatGPT-dən də araşdırsanız, belə TikTok-dan da yazsanız, onlar siz o musiqiləri verəcək. Hətta bir dənə məsləhət eləyim. Ola bilər də, məsələn, hekayələşdirməmişsin, məhsulun videosunu çəkmirsən. Onda TikTok-da çox istifadə olunan səslər var. Bunlar adətən filmdən olan epizodlar olur, ya da maraqlı şeirlər olur, maraqlı insanların o dediyi sözlər olur ki, trendə düşür. Onlardan istifadə eləyin. Həqiqətən siz o fərqi görəcəksiniz ki, necə bilinir. Məsələn, mən bir dənə tort səhifəsi üçün video paylaşmışdım. Videonun arxa fonunda deyirdi ki, ala bilməsəniz də, ümumiləşdirib deyirəm, ala bilməsəniz də dəstəkləyin sadəcə. Deyirdi. Onda dəstəkləyin, dəstəkləmək üçün də like, comment yazın kimi sözlər deyirdi. O video deməli neçə baxış gəldi, ay Allah. 30 minə yaxın baxış gəldi və hələ də o video işləyir TikTokda. Günə 4 dənə, 5 dənə adam takip eləyir. 33 dənə takipçidən 3 günə 500 dənə takipçiyə çıxdı TikTokda. Bəlkə ola bilər TikTok tez kəşfiyyata düşürür. Amma yəni gözləmədiyimiz bir şey idi. Sadəcə elə belə sınamaq üçün etmişdim, alınmışdı. Belə, fakt və hekayə hissəsindən də bu qədər.
Əsas məsələ AI bizim köməkçimiz. Burada bir-iki nümunə qoymuşam AI ilə bağlı da. Bunlar məncə bildiyiniz proqramlardır. Amma daha dərinə keçək. Əvvəllər insanlar deməli öz səhifələrini böyütmək üçün ya da çatdırmaq üçün televizordan istifadə edirdilər, ondan sonra plakatlardan istifadə edirdilər, broşurlar olurdu, onlardan istifadə edirlər və bu həm maddi cəhətdən biraz ağır idi, həm də ki o qədər real olmurdu. Da baxırdın, atırdın, ağlıma gəlmirdi. Amma AI-ın indi hal-hazırda da Instagram AI formasında hazırlanan, AI işarəli yox ha, simvol olan yox, AI-da düzəlmiş videoları daha önə çıxarır. Baxışı olsun, daha önə çıxarır. Bu AI-ın bizə göstərdiyi konfordur deyim. Çünki sən video montaj olsun, hazır şəkillər olsun, xüsusi səslər olsun, videonu bir yerə qoşmaq olsun. Bunların hamısını eləmək adamın çox vaxtını aparır da. Ayrı-ayrı prosedurları, ayrı-ayrı mərhələlərlə eləmək çox vaxtını aparır. Amma AI bizə bunu nə bilim 2 saatlıq işi, 3 saatlıq işi yarım saatda görməyimizə kömək eləyir. Və bu da bizim vaxtımızın özümüzə qalmağına yardım eləyir. Məsələn, mən sizə hansını deyim? Potensiallı müştərini sizə tapır AI. Necə? Siz ChatGPT-dən sizin biznesinizə uyğun olan hədəf kütləsini müəyyən eləməyini istəyirsiniz. Bütün xüsusiyyətləri yazırsınız və ChatGPT sizə saniyələr içində sizin biznesinizin hansı hədəf kütləsi ola bilər, hansı tipdə videolar hazırlasanız o hədəf kütləsinə düşə bilər. Yəni siz istədiyinizdən də daha artıqını sizə təqdim edir. Yəni normalda Google-da 5 saat bunu axtarıb araşdırmaqdansa, AI sizə bunu 2 dəqiqə eləyir. Soyuq satış mesajları, bir də e-mailin yaradılması. Məsələn, müştəri sizdən düşünürsünüz ki, ilk başda 4 dənə sual verə bilər. O sualı AI-ya yazırsınız. AI sizə hazır cavab skriptini verir. Amma məsələ burada nədir? Onu çalışın öz biznesinizə uyğunlaşdırın. Yəni onu dərhal götürüb kopyalamayın. Müştəri xidmətləri də məsələn 7/24 aktivlik söhbəti var ki, bu WhatsApp-da da var, Instagram-da da var, hazır mesajlarda. Siz cavab verməsəniz də həmin o mesajlar cavabsız qalmır, müştərinin sizə müraciəti. Keçici bir mesaj göndərilir, müştəri də bilir ki, hə, mənə geri dönüş ediləcək. Çünki bu çox həssas nüansdır. Müştəri sizin mesajınızı göndərir və siz ona 1 saat da yox, 10 dəqiqə ərzində geri dönüş eləmirsinizsə, o müştəri də artıq düşünür ki, hədə bu biznesinə qarşı, bu işinə qarşı laqeyd adamdır, bundan mənə nə xeyir gələcək. Yəni insanı belə deyim də, qaralamaq ya da onu silmək insan beynində çox rahatdır və müştəri də bunu eləyir. Onun nəyinə lazımdır? Sən işin var, sən nə bilim xəstəsən, sənin problemin var. Yəni, insanlar belə düşünür və belədir də. Məsələn, AI-ın ənənəvi sistemlə AI-ı müqayisə eləyək. Bu, bayaq dediyimə 7/24 fasiləsiz işləyir. Amma ənənəvi sistemdə sadəcə iş saatlarında aktiv olur. Məsələn, bu dövlət qurumları olsun, şirkətlər olsun. İndi düzdür, şirkətlərdə, səhifələrdə bunu nəzarət var. Amma ofisin özü olsun da, onlayn xidmət yox, canlı xidmətlərdə. Gec cavab verilən müştəri itirilir. Amma AI-da saniyələr içində cavab verilir. İnsanı emosiyalar, yorğunluqlar yorur. Amma AI həmişə nəzakətlidir və yəni sən onu pis söz desən də sənə xoş cavab verir. Bu da belə bir şeydir. Məzmun yaradılması. Sən götür AI-da istədiyin bir mövzunu sənə kontent yaratmağını istəyirsən. Məsələn, düşünürsən ki, mən ayala şirkətimə, ofisimə nə video hazırlayım, daha doğrusu brendimə nə video hazırlayım, nə kontent eləyim. Sən AI-ya götürürsən, onu yazırsan, səni yarım saniyədə 3 dənə, 4 dənə kontent hazırlayır. Ki, bunu eləyə bilərsən, bunu eləyə bilərsən, bunu eləyə bilərsən. Əsas detallı məlumatın verilməsidir ki, AI onu qavrasın ki, mən nəyi necə eləyəcəm. Sonra dizaynda Canva-dan istifadə edirsən, video rolik üçün CapCut-dan istifadə edirsən, kimi nüanslar olur. Yəni, süni intellekt istifadə edərkən əsas məsələ həmin süni intellektdə
nəyi edəcəyini düzgün promptlarla eləməlisiniz. Bunun da təbii ki, təlimini keçən mütəxəssislər var. Mən də yaxın günlərdə təlimini keçirəm ki, süni intellektlə necə düzgün istifadə eləmək lazımdır. İstəsəniz o təlimə də qoşula bilərsiniz. Amma yəni əsas məsələ düşünmə ki, mən buna sual verirəm, bu gör mənə nə cavab verir. Məsələn, sualında da nəsə bir problem var. Buna diqqət eləməlisiniz. Süni intellektdə edilən səhvlərdən biri səhv promptların verilməsi, həddindən artıq mexaniki olmaq, yəni sizin o istədiyiniz şeyi ətraflı izah eləmirsiniz, qısa konkret deyirsiniz, o da qısa konkret sizə cavab verir. İnsan faktorunu da unudursunuz. İnsan faktorunu necə unudursunuz? AI sizə daha çox robot tipli cavab verir. Yəni daha çox güvənsiz tipli cavab verir və siz onu olduğu kimi götürüb istifadə edirsiniz. Amma qarşınızdakı insandır və bunun da ki nəzərə almalısınız ki, o insan güvən yaranmalıdır. Okey, AI-dən mətni götürün, cavabı götürün, üzərində dəyişiklik eləyin. Əgər düzgün prompt verə bilmirsinizsə, prompt da əmrdir də, yəni AI-ın işini necə eləyəcək onu deməkdir. İkinci olaraq direkt mesajlarının strategiyası. Direkt mesajlarının strategiyası bayaq rəqəmsal hunidə izah elədiyimi ən son mərhələlərdir ki, o proseslərdə sən müştərini real alıcıya çevirməlisən. İnsanların niyə aldıqlarını mən sizə orada izah elədimdə əsas məsələ etibardır, emosional bağ qurmaqdır. Direkt mesajlarının strategiyasında 3 əsas qayda var. Mən gələn mesajlar. Burada müştərilər sizə öz istəklərini yazırlar. Müştəriyə qiymət soruşur, ya məhsulu ilə maraqlanır, ya da ki, sizin storyinizə cavab verir. Burada məqsəd müştərini, bayaq da dedim, gözlətməməkdir və qiymət rəydə yazıldığı kimi soyuq ifadələrdən qaçmalıdır. Çalışın, əgər kiçik biznesiniz varsa, müştəriləriniz azdısa, ya da ki, müştəriləriniz heç az deyil, kiçik bir biznesiniz var. Çalışın müştərilərin hər birinə səs atın. Səs insana güvən yaradır. Yəni ona görə çalışın müştəri ilə danışıq vasitəsilə, səs vasitəsilə ünsiyyət qurun ki, o sizə güvənsin, bilsin ki, qabağındakı insandır, onu anladan birisi deyil. İkinci olaraq çıxan mesajlar. Bu nədir? Sizi potensial müştəriyə ilk addımı atmağınızdır. Amma burada diqqətli olun ki, çox mesaj atanda Instagram və ya sosial şəbəkə sizi spam eləyə bilər. Bayaq dedim, sizin müştərilərə mesajlar göndərin, təkliflərinizi irəli sürün. Burada diqqət eləyin, çox mesaj atanda Instagram blok eləyir. Yəni onu etməyin. Ən azı bir 5 dənə, 6 dənə edin, 10 dəqiqə, 20 dəqiqə, 10-15 dəqiqə fasilə verin, sonra yenə eləyin bunu. Sonra izləmə strategiyası. İzləmə strategiyası da satışların 80%-i kiçik biznes sahiblərinin bir dəfə qiymət yazıb dayanan müştəridən olur. Yəni sən müştəri səndən soruşur, sən qiymət yazırsan, onu sən real müştəriyə çevirsən, o müştəri səndən alar. Amma qiyməti yazırsan, qiyməti dərhal deməyin müştəriyə. Qiyməti deməmişdən əvvəl verdiyiniz işin dəyərini deyin. Bayaqdan bəlkə 500 dəfə dedim, çünki çox vacibdir. Yəni onu bir yerə qeyd eləyin. İkinci olaraq din mesajlarında bu sualı sizə verəcəm. Din mesajlarında çalışın ki, hazır özünüzə məxsus skriptləriniz olsun. Skriptlər nədir? Hazır mesajlar. Müştəri sizə nə cavab verə bilər, daha doğrusu nə soruşa bilər, siz ona alternativ olaraq nə cavablar verə bilərsiniz. Bunu özünüzdə müəyyənləşdirməlisiniz. İndi sizin sualım olacaq. Səhifəniz varsa, səhifənizdəki son 5 paylaşma nəzər keçirin. Əgər o son 5 paylaşımı başqa bir səhifəyə qoysanız, orada eyni cür görünər, yoxsa fərqli? Əgər fərqli görünürsə, sizin bir prinsipiniz, səhifəniz var, yəni bir brendiniz var. Yox, əgər fərqli görsənmərsə, eyni görsənərsə, deməli siz brendinizi dərk eləməmisiniz. Yəni onun üzərində işləyin. Bu sualı da ya istəyirsiniz şəklini çəkin, ya qeyd edin. Bunun üzərində düşünün. İkinci, satış və müştəri xidməti. Buraya qədər sualı olan, nəsə sözü olan var?
Yoxsa davam eləyim? Eşidirsiniz məni? Səsim gəlir sizə? Mesajları görmürəm. Bir dəqiqə çıxım. İndi birazdan zamanımız qurtaracaq. Necə yəni başqa səhifə? Belə deyim, məsələn, sizin öz brendinizin, məsələn, çanta səhifəsidir. Bu çanta səhifəsində başqa çanta səhifələri də var da. Məsələn, əllə toxuma səhifə, əllə çanta toxuyur bu adam, tutaq ki. Həmin o başqa səhifədə əllə sumka hazırlayır. Gedin o səhifəyə baxın. Öz postlarınızla həmin o səhifənin postlarını müqayisə eləyin. Görün, həmin adamla sizin postlarınız, sizin səhifənizdə olan postlar fərq yaranır. Yoxsa yaranmır. Yəni siz o fərqi görə bilirsiniz, yoxsa görürsünüz ki, eynidir də Pinterest model videolardır. Eyni kontentdir, eyni videodur, eyni şəkillərdir. Əgər elədirsə, deməli siz nəyisə kopyalayırsınız. Öz imzanız yoxdur. Əsas məsələ öz imzanızdır. Öz imzanız olsa, müştəridə sizə güvən də yaranacaq. İndi bizim dərsimizin müddəti bitəcək. Mən qutarsın, təzədən açacağam. Amma bilmirəm nə qədər qalıbdır. Bilmirəm nə qədər qalıbdır. Danışım onda. Danışım. Bitəndə yenidən açacağam. Narahat olmayın. İzin ver. Satış və müştəri xidmətləri. Bayaqdan danışdığımız zaten satış və müştəri xidmətləridir. Burada əsas məsələ müştəri sizə deyirsə bahalıdır ya da müştəri sizə nəyisə danışmaq istəyirsə, ilk olaraq müştərini dinləyin. Müştəri qarşısında onu dinləyən insan istəyir. Yoxsa müştəri durub, ay məhsulunuzu tərifləyin, nə bilim məhsulunuz haqqında bol-bol məlumat verin. Heç biri maraqlı deyil müştəriyə. Tam eləyim. Deməli, nədən danışırdım? Müştəriyə danışmaq icazəsi verin. Ancaq siz öz məhsulunuzu danışıb, öz məhsulunuz barədə məlumatlar verməyin. Məsələn, qayda, sürətli cavab. İlk 15 dəqiqədə gələn mesajı cavablandırın. Müştəri başqa səhifəyə qaçmasın. Müştəriyə açıq suallar verin. Yəni cavabı bəli və ya xeyir olmayan suallar verin. Bu onda söhbəti davam etdirir və bağ qurulur. Məsələn, sizə necə məhsul maraqlıdır, hansı rəngləri istəyirsiniz, ya deməyin, adı istəyirsən, qara istəyirsən, onun qabağına nümunə demə. Təklif irəli sürmə. Qoy danışsın, sizlə ünsiyyət yaratsın. Şəxsi yanaşma eləyin. Məsələn, hansısa müştəri bir-iki danışıqdan sonra təxmini başa düşə bilirsiniz də bunun nə qədər büdcəsi var, nə istəyir, azdan-çoxdan soruşduğu məhsuldan anlaya bilirsiniz. Müştərini xüsusi hiss elətdirin. Deyir, hə, sizə bu məhsullarımız daha uyğun olar, bu məhsullarımız tam sizə görədir kimi danışın. Süni təcillik yaradın. O bayaq dediyim son 3 ədəd qalıb. Bu gün özəl kampaniyadır. Stoklar yenilənməyəcək. Bu axırıncı məhsullarımızdır məsələn. Kimi nümunələr deyin. Sonra bayaq dediyim kimi avtomatlaşdırılmış cavablar olsun. Avtomatlaşdırılmış cavablarda sizin o prosesi daha yaxşı həyata keçirməyinizə kömək olacaq. Deməli, burada satışda əsas satış məhsul satmaq deyil, dediyim problemi həll eləməkdir. Əsas məsələ hədəf kütlənizi müəyyən eləyin. Hədəf kütlənizi bir müddətdən sonra müəyyən eləyəcəksiniz. Yenə reklamlar verəndən sonra və ya səhifəmizə reklam vermədən də böyüdə bilərsiniz. Təbii ki, vaxtında paylaşımlarla, müəyyən bir planı həyata keçirməklə. Müştəriyə fərqindəlik yaratdıqdan sonra, məsələn, tutaq ki, sizin məhsulunuz elədir ki, orada siz məhsulunuzu qruplara bölə bilirsiniz. Filan insanlara görə, filan xüsusiyyətli şəxslərə görə kimi qura bilirsiniz. O tipdə videolar hazırlayın, o tipdə postlar hazırlayın və müştərini elə cəlb edə bilərsiniz. Çünki insanlar öz fərqindəliyini anlayan, başa düşən, öz fərqindəliyinə xitab edən məhsullara, proseslərə yönəlirlər və bu çox uğurlu nəticə verir. Bundan
Bundan sonra qərar və təklif hissəsindən mən sizə dedimdə müştəri qərar verəndən sonra siz müştərinin daha yaxşı xidmət göstərmək məqsədi ilə ona xüsusi təkliflər irəli sürün ki, sizə hansı saatlar uyğundursa və ya günün bu saatları sizə günün birinci yarısında, ikinci yarısında hansı saatlar sizə uyğundur, biz sizə uyğunlaşa bilərik. Yəni jestlər eləyin müştəriyə. Ki, müştəri özünü özəl hiss eləsin, bilsin ki, mən xidmət alıram. Dinləmək sənətini zaten dedim. Çox bahadır etirazı ilə iş. Əsas məsələ. Bu çox biznesin üzləşdiyi problemdir. Çox bahadır etirazı mən bu məhsulun bu qiymətə dəyəcəyinə inanmıram deməkdir. Siz qiyməti müdafiə eləməyin, dəyəri müdafiə eləyin. Deyir ki, başa düşərəm, sizə görə bu məhsulun qiyməti baha ola bilər, amma bu məhsulda bu özəlliklər var. Bu məhsulda bu fərqindəliklər var. Məsələn, səhv yanaşma budur ki, xeyr, bizim məhsul keyfiyyətlidir, ona görə qiymətlidir. Bunu demirsiniz. Sizi tamamilə anlayıram. İlk baxışdan qiymət yüksək görünə bilər. Lakin bizim məhsulumuzu digərlərindən fərqləndirən 3 il zəmanətlə təqdim olunur və sizə hər il, bir dəqiqə, nümunələri özümdə qeyd eləmişəm ki, dəqiq deyə bilim. Sizə hər il məhsul almaq xərcini xilas edir. Yəni, müştəri başa düşür ki, mən bunu verirəm bu pulu. Amma məni 3-4 il bu əşya, bu alət keçirəcək və mən işimi rahat görəcəm. Fikirləşirəm, sizə deyəcəm problemini qırmaq. Bu ən çox yayılan nəzakətli imtina formasıdır ki, müştəri artıq hardasa bir boşluq yaranıb da, hardasa onu qayna eləyə bilməmişsiniz. Bu insanı siz yenə anlamaqdan irəli gələrək deyə bilərsiniz ki, mən sizi başa düşürəm, bu sizin üçün düşünülüb sonra qərar veriləsi bir nüansdır. Amma sadəcə bunu bildirmək istəyirəm ki, əgər məhsulumuz barədə bir şübhəniz varsa və ya büdcə barədə, ödəniş şərtləri barədə nəsə düşünmək istəyirsinizsə, biz sizə alternativ variantlar irəli sürə bilərik və alternativ variantlarımız olsun mütləq. Mütləq. Üçüncü məsələ, satış skriptli. Burada satış skriptləri bayaq mən sizə izah elədim. Qısa salamlaşma var, qısa cavab var, sosial sübut var və çağırış var. Sosial sübutu da izah elədim. Çağırış da onun kimi, məsələn, bir kampaniya olursa ona çağırış eləyirsiniz. Və belə deyim, satış skriptlərin bölmələri məhdud olsa da o bölmələrin özü çox genişdir. Etirazların özü olsun, salamlaşma olsun, sosial sübut olsun, çağırış olsun. Hər biznesə görə çox tamamilə fərqlidir və mən bu fərqliliyi nəzərə alaraq hazır skript, 50 hazır skript kitabı PDF-i hazırlamışam. Bu PDF-də belə deyim, bizneslərdə tətbiq olunan bir kitabdır. Yəni sınanmış bir kitabdır ki, bu kitabı siz əldə eləsəz, normalda bu kitabın ödənişi 25 manatdır. Amma təlimdə iştirak edənlərə xüsusi olaraq sadəcə 5 manatla siz kitabı əldə eləyə bilərsiniz. Bu kitabda sizin müştəri hansı etiraz olursa olsun, o etirazın kitabda cavabı var. Yəni kitabın PDF-də. PDF-də cavabı var. Əgər PDF-i dəyərləndirib almaq istəsəniz, təlimdən sonra məni qrupda nömrəm vardı, yazıb maraqlana bilərsiniz. İkinci, satışdan sonraki mərhələ. Satışdan sonraki mərhələdə müştəri sizin ona dəyər verdiyinizi bilmək məqsədi ilə, məsələn, bir məhsulu çatdırdı, çatdırandan sonra, bir gün sonra, 2 gün sonra müştəriyə yazıb fikrini öyrənin. Məhsuldan razı qaldınızmı, istifadə elədinizmi, hər hansısa bir feedbackiniz varmı, yəni etirazınız varmı kimi diqqət mərkəzində olan suallar verirsiniz. Və müştəri bu suallardan sonra düşünür ki, bu insan işində məsuliyyətlidir, məni keçirtmir də, məhsulunu satmaq xatirinə mənlə iş görmür. Həqiqətən işinə, məhsuluna, brendinə dəyər verir. Və müştəri də bundan sonra sizin daimi müştərinizə çevrilir. Yəni onun istədiyini ona vermiş olursunuz. Təlimimiz bu qədər. Mənim slaydım bitdi. İndi sual-cavab hissəsinə keçək. Bir sualınız varmı? Siz yazın.
Mən cavablandırım təlimlə. Sualınız var təlimlə bağlı, yoxsa yoxdur? Əgər yoxdursa yekunlaşdıraq. Maraqlı kontent necə yaradıla bilər? Maraqlı kontenti bayaq dedim, ChatGPT və ya Gemini'dən trend mövzuları öyrənə bilərsiniz. Məsələn, sizin biznesiniz nə biznesidir, onu mənə qeyd eləyin. Məsələn, tutaq ki, nə deyim, məşhur olan. İndi bu aralar mənim Instagram səhifəmdə çox qabağıma çıxır. Evdə sabun hazırlanması. Yəni təbii tərkibdə sabunların hazırlanması. O sabunların hazırlanması mövzusunda ChatGPT-yə soruşursunuz ki, mənə 2026-cı ilə uyğun evdə hazırlanan sabunları necə müştəriyə təqdim eləyərəm, bu barədə mənə kontent planı hazırla, bir həftəlik. Bir müddət vermişdi AI-ya, ChatGPT-yə. O sənə alternativ bir həftəlik variantı, nəyi necə eləyəcəyi, videonu necə hazırlayacağı, videonun hansı saniyəsində nədən istifadə edəcəyi və qədər hamısını sənə deyəcək. Düzdür, pullu versiyalarında daha çox imkanlar var. Amma yenə də, yəni pulsuz versiyalarından da bu xidmətləri ala bilərsiniz. Aha. Şəhərdə cihazları müştəri yazırdı, amma satış olmurdu. Çalışdıq. Maraqlara uyğun hazırlıq, bəziləri çox izlənir, bəziləri az. O normaldır, yəni bəzilərinin az, bəzilərinin çox izlənməyi. Ola bilər ki, videonun keyfiyyətində problem olubdu, ya da ki, kontentdə bir boşluq olubdu. Yəni o barədə narahat olmayın. Amma baxışdan satışa keçmirsə, yəni müştəri sizdən soruşursa, satışa keçmirsə, yenə də deyirəm, müştərinin güvənə bilmir. Hardasa məhsulunuzda və ya kontentinizdə, danışığınızda ola bilər ki, satış skriptlərinizdə, yəni müştəri ilə necə ünsiyyət quracağınızı bilməmisiniz. O ünsiyyət problemində müştəri boşluq yaranıbdır. Yəni ona görə çalışın, hardan bir probleminiz olduğunu diqqət eləyin. Bəs o güvəni necə qazana bilərik? O güvəni bayaq dediyim, o güvəni qazanmağın müxtəlif yolu var. İlk olaraq müştəri sizə siz sağ olun. Müştəri sizə yazanda səsli formada müştəriyə məlumat verin. İkinci olaraq məhsulunuzun hazırlama prosesi ilə bağlı videolar hazırlayın. Yəni videolar, çəkilişlər olsun ki, mən həqiqətən bu məhsulu hazırlayıram, bu məhsulun satışını həyata keçirirəm. Vacib deyil ha, evdə hazırlanan. Çanta alış-verişi deyil, hardan alırsınız, necə alırsınız, necə paketləyirsiniz, paketləmənin necə önəmli olduğunu birinci dərsdə mən sizə izah eləmişdim. Bunlar barədə məlumat verirsiniz və müştəridə güvən yaradır. Bir müddətdən sonra canını açırsınız. Müştəri məsəl üçün də yenə də deyirəm, üzünüzün görsənməyi vacib deyil. Müştəri ilə danışırsınız, müştərilərlə danışırsınız. Həmin o canlı müddətində bir məhsulu hazırlayırsınız. Müştərilər onun necə hazırlandığını görür. Yəni belə deyim, sosial şəbəkəni canlı istifadə edirsiniz. Ucuzluğa və keyfiyyət əlişlər, aksesuarlar, şarjı, maraqlı oyuncaqlar, bunları paylaşır. Baxış sayı çox olmasına baxmayaraq satış yoxdur. Baxın, belə deyim, baxış sayı çox olur, amma satış yoxdursa, deməli, müştəri rəy görmür. Məsələn, sizdən heç məhsul almayan, ya da belə deyim də, məhsulunuzun satışını ümumiyyətlə eləmişsiniz. Əgər eləməmsinizsə, pulsuz şəkildə bunu həyata keçirən insanlar olur ki, sadəcə məhsul qarşılığına. Həmin şəxslərə məhsullarınızı göndərin. O insanlar sizin məhsullarınızın reklamını eləsinlər.
və ya istəmirsiniz başqasına göndərmək. Bir neçə yaxınınıza məhsulunuzu göndərin, onun barədə fikirlərini sizə WhatsApp üzərindən yazmasını istəyin. Səsli formada, yazılı formasında. Bunu səhifənizdə paylaşın və bunu daimi paylaşın. Onda görəcəksiniz ki, müştəri həqiqətən real nəticəni görəndə sizə müraciət eləyir. Bir də bilmirəm, reklam verirsiniz, səhifəyə vermirsiniz. Ola bilsin ki, səhifəyə reklam verəndə düzgün auditoriyanı seçmirsiniz. Baxış gəlir. İnsanların qabağına çıxır. Amma düzgün adamların qabağına çıxmır deyə problem yaşayırsınız. Aha, belə. Başqa sualınız var? Buyurun verin, cavablayayım. Belə. Məncə başqa sualınız yoxdur. Yoxdur. Çox sağ olun. Lap əla. Belə də suallarınız olsa, indi birazdan qrup açılacaq. Qrupda da soruşa bilərsiniz. Təlimimə qoşulduğunuz üçün çox sağ olun. Ümid eləyirəm ki, faydalı olmuşdur. Siz sağ olun.